Za qoşmasının bir neçə mənaları var. Amma bu gün danışacağıq za qoşması zamanlarda. Za qod bir ilə. За месяц bir aya. За неделю bir həftəyə. За день bir günə. За час bir saata. За минуту bir dəqiqəyə. Məsəl üçün, mən aldım bu maşını bir ilə. Я купил və yaxud купила maşını за год. Onlar bunu remont elədilər bir həftəyə. Они сделали ремонт за неделю. Mən öyrəndim bir günə. Ya uznal və yaxud uznala za день. Sadəcə bir dəqiqə siz baxın nə qədər cümlə və sözlər öyrəndiniz. Bəs hər gün adi bir saat ərzində 20-25 cümlə, bir həftəyə isə 600 cümlə öyrənmək istəyirsinizmi? Bəli, indiki zamanda xarici dil çox vacibdir. Onun üçün nə etməlisiniz? Növbəti elana diqqətlə baxın zəhmət olmasa. Gördüyünüz kimi bu səhifəyə abunə olursunuz. Kitabımı sadəcə 10 manatadır. PDF variantda olduğuna görə dünyanın harasında olursunuz olun, hər yerindən əldə edə bilərsiniz. Çap etmək, etməmək ucu sizə qalır. 10 manatadır. Əldə edirsiniz. Hardan əldə etməlisiniz? Qeyd elədiyim nömrəyə yazırsınız ki, kitab əldə etmək istəyirəm. Əldə edirsiniz. Hər gün axşam saat 12-də Azərbaycan saatı ilə canlı yayıma gəlirsiniz və faydalanırsınız. Quru cümlələr öyrənmirik. Hər birini izah edirik. Aktiv olursunuz və nəticənizdə özünüz şok olacaqsınız. Kaş ki çoxdan başlayardım deyəcəksiniz.